Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və selamu alə mən la nəbiyyə bə'də. Möhtərəm müsəlmanlar, biz Allah subhanətənin izi ilə Şeyx Rabi Rahiməhullahın Quran məclislərindən faydalar dərslərimizə davam edirik. Bu dərs Rəbbimizin izi ilə sonuncu dərsdir və bununla da bu məclislər, yəni birinci hissəsi kitabın yekunlaşır. Yəni ikinci hissəsi də, yəni kitab iki hissədən ibarət. İkinci hissəsi də yenə Quran məclislərindən çıxarılan faydalardandır. Biz inşallah Allah'ın izniyle 4 il bundan evvel başladığımız təxminən 4 ilə yaxındır. Bu kitabı Allah'ın izniyle bugün tamamlayırıq və bu hissəsini tamamlayırıq. Və Şeyx Rahimehullah buyurur ki, Elhamdülillah vəxtə və salatu və selamu alə mən la nəbiyyə bə'də. Birinci iş olarak bizi Şeyx dəvət eləyir nəyə? Dəvət ilə tədəbbürül Qur'an, Quran-ı Kərimi tədəbbürləməyə. Çünki Şeyx buyurur ki, Ərcu izə tələvtümül Qur'an və antum inşallah tətlunəhu daimən. Və deyir, mən Allah'tan diləyirəm ki, yəni siz Quranı daimi şəkildə oxuyasınız. Və təstəfidu min tilavəti kitabilə bi tədəbbür və Allah'ın kitabından onu düşünüb daşınmaqla faydalanasınız. Və təəmməl, ona diqqət göstərməklə, düşünməklə, və imtithali avamir, əmrlərinə tabi olmaqla, qadağalandan çəkinməklə ondan istifadə edəsiniz. فإن ذلك والله يصلح القلوب. Allah hamd olsun ki bu, yəni Allah kitabını tədəbbürləmək, düşünmək, daşınmaq, onun ətrafında insanın diqqətini cəm eləmək və s. bunlar hamısı həqiqətən nəfsləri islah edir. Əlləzi yuridullah ləhə səadə fid dunya vəl axirə. Yəni o nəfslər ki Allah onlar üçün həm dünyada həm də axirətdə səadət istəyir. Və sonra Şeyx burada mövzu açır, buyurur ki, Məsirul kuffar yevməl qiyamə. Kafirlərin qiyamət günü qayıdış yeri. Fi suratul Haqqa zəkrəllahu təbarək və teala məsirə Ad və Thəmud və əhləkə Thəmud bis-sayhə və əhləkə Adin bil-Atiyyə. Və Allah subhanahu taala Haqqa surəsinin əvvəlində kafirlərin gedəcəyi yer haqqında danışır və Ad və Thəmud qövmünün həlak olması barəsində danışır. Ad qövmü, o qövmü ki, yüksək dirəklər sahibidirlər və onlara Hud peyğəmbər göndərilmişdi. Thəmud qövmü isə onlara isə Salih peyğəmbər göndərmişdi. Və Allah subhanahu taala bu surədə buyurur ki, Allah Səmud qövmünü məhv eləyib nə ilə? Sayhə. Sayhə nədir? Tük ürpədici səs. Tük ürpədici səs. Və əhləkə Adinil Atiyyə. Allah subhanahu taala Ad qövmünü isə nə ilə məhv eləyibdir? Şiddətli bir küləklə məhv eləmişdir. Və Allah azza və cəllə buyurur ki, birihin sarsarin atiyyə. Ad qövmünü Allah uğultulu, çox şiddətli bir küləklə tarmar elədi. Subhanallah. Səxxərəhə aleyhim səb'ə ləyalin və thəmaniyyətə əyyəmin husumə. Allah subhanallah o küləyi 7 gecə, 8 gün ardı arası kəsilmədən olan üstünə əstirdi. Allahu akbar. Fətərəl qavmə fiyhə sər'ən kəənnəhum ə'cəzu nəxlin xaviyyə. Subhanallah. Yəni Allah subhanallah o külə əstirdi. Belə ki, sən onları görsəydin, yəni sən onların orada yıxılıb ölmüş görərdin. Onlar sanki içi bomboş xurma kötükləri kimi idilər. Allahu akbar. Fəhəl tərə ləhum min bəqiyyə. İndi sən onlardan heç bir əsər-əlamət görürsənmi? Bəli. Ona görə hanı mən sizin Rəbbinizəm deyən Firavun, hanı mən öldürürəm, dirildirəm deyən Nemrud, hanı Firon, o Firon ki deyir ki, mən çayları sizin ayağımın altından axtırıram. Hanı Qarun, o Qarun ki, malın mülkü o qədər idi və deyirdi ki, bu məndə olan elmə görə verilib. Və hamısı məhv oldular, getdilər onlardan, heç bir əsər-əlamət qalmadı. Ona görə Allah buyurur ki, məgər sən onlardan bir əsər-əlamət görürsənmi? Fə əxbər ən məsiri Firavun. Həmçin Allah bizə Firavunun sonunu bizə burada xəbər verir. Və keyfə əhləkəhullah, Allah subhanahu taala onu necə məhv eləyib. Və zəkərən nəfxü bis-sur və əhkəmü sə'ət və əhvalihə. Həmçinin bu surədə Allah subhanahu taala bizə surun üfürülməyini, qiyamət saatının əlamətini halını zahir edir. Və keyfə tənşəqqul səmə, yəni səma necə yarılacaq. Və məci'u bi ərşilləh, və Allahın ərşi gətiriləcəyi. Və dəlikə masirul müminin, yəni da bu müminlərin gideceği yer haradır. Ve mısirül kafirin, kafirlerin gideceği yer haradır. Vel mümin yu'ti kitabahu bi yemini. Mümine gelince ise onun kitabı
Hardan veriləcək? Sağ əlindən, sağ tərəfdən veriləcək. Allah'tan sirkiyamızı kitabı sağ əlinə verilən kimsələrdən eləsin. Allah Subhanahu taala buyurur ki: "Fəəmmə men utiyə kitabəhu biyəmini." Kitabı sağ əlinə verilənlərə gəlincə, o kimsələr ki, kitabı onların sağ əlinə verilib. Yəni o kimsələr gəlincə ki, onların kitabı sağ əlinə verilib. Allah Subhanahu taala onları bizə vəsf edir, nə deyir ki: "Feyaqulu." Həmin insanlar deyəcəklər kitabı sağ əlinə verilənlər: "Ha umqra'u kitabiyə." Gəlin, gəlin. Sizə kitabımı oxuyum. Mənim dəftərimi alın, siz də oxuyun. İnni zanantu enni mulaqin hisabiyə. Mən hesaba çəkiləcəyimə qiyamət gününə inanmışdım. Möhtərəm insanlar, burada qrammatik fayda verir ərəb dilindən. Burada zanantu deyir. Mən zənn eləmişdim. Əslində Quran-ı Kərim bəzən zənn yəqinlik mənasındadır. Necə ki bu ayda olduğu kimi. Burada zanantu eyqantu mənasındadır. Zən bizim bildiyimiz zən o şübhə zənni yox. Yəni mən yəqin idim ki, mən diriləcəm, qiyamət günü olacaq. Və huve fi işətin radiyə. O, xoş güzarın içində olacaq. Fi cənnetin aliyə. Uca cənnətlərdə, qutufuhə dəniyə. Onun meyvələri çox yaxındadır. Yəni o qədər yaxındır ki, mömin oturanda da, ayaq üstədə də, uzananda da həmin meyvələrdən dərə biləcək. Artıq nərdivana, piləkənə və s. ağacın üzərinə çıxmağa ehtiyac olmayacaq. Allahu akbar. Qutufuhə dəniyə. O meyvələri çox yaxındadır. Kulu və şrabu həniən bimə əsləftum fil əyyəmil xaliyə. Subhanallah. Onlara belə deyiləcək. Keçmiş günlərdə etdiyiniz yaxşı əməllər müqabilində yeyin, için. Minəl iman və aməl salih. İman və salih əməl. Fəyu'təl mu'min kitabəhu bi yeminih. Və Şeyx Rahiməhullah buyurur ki, mümin kitabı sağ əlinə veriləcək. Fəyyəminu fəyyəcidu məliyyən bil həsənət. Görəcək ki, sağ əli yaxşılıqlarla dolub. Və qad əzhəbəllahu və məhə anhu seyyiət. Allah pislikləri və pis əməlləri ondan silib aparıb. Yəfrəhu bizəlikə. Bundan fərəhlənəcək və sur və sevinəcək. Və yəqul lixvanihil müminin. Və mümin qardaşlarına deyəcək ki, təalumu qura'u kitabiyyə. Gəlin mənim, alın mənim kitabımı oxuyun. Fikir ver. Əsl fərəh budur. Əsl fərəh budur. İnsan, əsl səadət budur. İnsan əməlində, əməl dəftərində xeyirlər tapacaq. Və insanlar da buna çağıracaq. Dedi, gəlin, siz də oxuyun. Siz də oxuyun mənim kitabımı. Və əmmə mən utiyə kitabəhu bişimali. Amma kitabı sol əlinə verilənə gəldikdə isə, euzubillah. Və əmmə, Allah buyurur ki, yəqulu Teala, Allah buyurur ki, və əmmə mən utiyə kitabəhu bişimali. Amma kitabı sol əlinə verilənləri gəlincə, fəyəqul, deyəcək ki, yə leytəni ləm utə kitabiyə. Kaş ki, kitabım mənə verilməzdi. Nə deyəcək? Deyəcək, kaş ki, kitabım mənə verilməzdi. Allahu akbar. Kitabı sol əlinə verilənlərin sözüdür bu. Ki, kitabım kaş ki, mənə verilməzdi. Nədimə, peşman olacaq. Və həsra və ələm və bu peşmançılıq acı verici haldır. Fəyəqul, deyəcək, yə leytəni ləm utə kitabiyə. Kaş ki, kitabım mənə verilməzdi. Və ləm ədrimə hisabiyə. Kaş ki, hesabımın nə olduğunu bilməyəydim. Kaş ki, bilməyəydim necə qutaracaq. Heç bilməyəydim hesabım necə olacaq. Artıq verilib bax kitabı söylərlər. Və bilir artıq elədiyini. Və bilir gedəcəyi. Yə leytəhə kənətil qadiyə. Allahu akbar. Kaş ki, ölüm əbədi olaydı. Dirilib sonra o suala çəkilməzdi. Təmənnə ənəhu ləv hələkəl hələk əbədi və lə yəud və lə yəfir xavfı min hədəl yavm. Və o təmənni eləyəcək ki, kaş ki, həlak əbədi olardı. Və bu hala qayıtmaz. Yəni, yenidən dirilib bu hala düşməzdi. Çünki gedəcəyi yer ən pis yeri cəhənnəmdə, Allah qorusun. Mə əğnə anni məliyə, hələkə anni sultaniyə. Ağıl sahibi üçün çox ibrətli ayələrdir. Mal dövlətim mənə heç bir fayda vermədi. Allahın əzabından qutarmadı. Hələk məğnə. Məğnə fayda verməmək. Heç bir fayda sağlamadı mənə. Anni məliyə. Malım mənə fayda vermədi. Hələkə anni sultaniyə. Səltənətim də məhv oldu, getdi.
Yəni bu ayə barəsində alimlər müxtəlif sözlər deyirlər. Səltənətim, sultan burada nə deməkdir? Bəziləri deyirlər, yəni bəhanələrim qutardı. Artıq Allaha qarşı bir bəhanəm, bir dəlilim yoxdur. Bir bəhanə gətirim, bir üzür gətirim. Allah'ın müstəhan. Alimlər deyirlər, bu ayə çox əzəmətli ayədir. Bəzi rivayətdə deyir ki, Harun Ər-Raşid, xalifə, o zaman ki, gəlir, qəbrin yanında onda bu ayəni xatırlayır. Mə ağnə anni məliyə. Yəni, bu dövlətin bana fayda vermədi, verməyəcək. Hələkə anni sultaniyə. Çıxdı, getdi səltənətimdə. Səltənətimdə çıxdı, getdi. Şeyx Rabi Rahimullah buyurur ki, tilkəl əmval tailə və tilkəl thərvat və zəlikəl sultan və mülkül azim vəl xədəm vəl abid vəl cunun kullu tilkə ləm tuğni anhu şeyə. Bu qədər var dövlət, bu qədər sərvət, bu qədər sultanlıq, bu qədər xidmətçilər, qullar, ordular, dəstələr, işçilər, kullun tilkə ləm tuğni anhu şeyə. Bunların hiçbir ona fayda vermədi. Və ləqiyəllahu vahdahu fəridən yuhasibuhu və yəhəni və əddibuh. Allah'ın müstəhan. Yəni Allah'la qarşılaşacaq tək olaraq, tək hesaba çəkiləcək, əzab gün tək görəcək. Xüsusilə kafir barəsində bu ayələr. Li'annahu kana kafiran billah mustakbiran alallah. Çünki Allah'a qarşı kafir idi, küfür edən idi və Allah'a qarşı təkəbbürü idi. Mütəaliyan ala ibadillahil mu'minin. Allahın mömin qullarına qarşı həddi aşmış özünü böyük tutan idi. Ala rusulu və sadiqin, rəsullara və sadiqlərə qarşı. Yəmrullahu mələikəti və yəqul. Allah subhanahu taala mələklərə əmr edir. Xuzuhu fəğullu. Onu tutun. Qandallayın. Allahu Akbar. Şeyh buyurur ki Allahu Akbar. Bil əğləl. Yəni neyle? Zincirlərlə. İnnə lədeynə ənkələn və cəhimə. Yəni bizim yanımızda nələr? Qarmaqlar var, cəhənnəm var. Və təamən zə qussatin və azabən alimə. Yəni çox acı bir taam, hansı ki əziyyət verəcək və işlərdə zaf var. Allah buyurur ki, fəxuzuhu fəqullu, onu tutun, yaxalayın, thumməl cəhimə sallu, sonrası onu cəhənnəmə atın. Demir, cəhənnəmə göndərin, cəhənnəmə yola salın, cəhənnəmə atın. Çünki cəhənnəmə göndərmək belə aşağılamaqlandır. Yəni o aşağılanacaq orada yəni, təqqir olunacaq. Nəru cəhənnəm əəddəhullahu lil kəfirin. Cəhənnəm odur ki, kafirlər üçün hazırlanıb. Allah buyurur ki sonra, thumma fi silsilətin zər'uha səb'unə zira'ən fəsliku. Sonra da onu 70 arşın uzunluğunda zəncirlə bağlayın. 70 arşın. Allahu Akbar. Qalu tədxulul silsilə min duburihi və təxrucu min fi. Çünki zəncir onun arxa tərəfindən daxil olacaq və ağzından çıxacaq. Allah'ın müstəhan. Necə ki, yəni qurt ağacın budağına girib o tərəfindən yiyib o tərəfindən çıxdığı kimi. Və həkədə mə'al caradul uxra. Xuzuhu fəqullu, thumma cəhimə sallu, thumma fi silsilətin zər'uha səb'un zira'ən fəsluku. Bir zira'al mələk. Özü deyir, burada 70 arşın, 70 dirsək. Bu deyir, mələklərin dirsəyidir. Allahu a'ləm. Kam tuluha. Ne kadardı bunun uzunluğu? Limadə? Neye göre? İnnehu kâne la yu'minu billahil azim. Çünkü o əzəmətli olan Allah iman getirmirdi. La yu'minu billahi. Allah iman getirmirdi. Ve la bil melaiketi ve la bil kitab ve la bil rasulü. Kezzebel rusul, kezzebel kutub. Enkarar ba'z. Allahu Akbar. Ne Allah'a, ne meleklerine, ne kitaplarına, ne peygamberlerine iman getirir. Peygamberler yalanlayırdı, kitapları yalanlayırdı ve ahireti inkar edirdi. Allahu Akbar deyir şeyh. Yəni burada məsələyə diqqət çəkək. Yəni bunlardan hər hansısa birini inkar edən olsa bu hökmdədir. Yəni burada şeyh hamısını zikr edir. Bunlardan olsa hər hansısa birini zikr edən hökmdədir. İnnehu kana li yu'minu billahil azim. Çünki o əzəmətli Allah iman gətirir. Və la yahuddu ala ta'amil miskin və yoxsulu yedirməyə də rəğbət oyatmırdı. Özü zəkat vermir, özü sədəqə vermir, verənlərə imkan vermirdi. Allah'ın müstəhan. Fəleysə lehul yevmə hahuna Hamim. Ona bugün ancak ne var? Bugün ona hiçbir köməkçi de yoktu. Leysə lahu sadiq və la qarib. Ne yaxını var, ne dostu var. Onunla şəfaət edən biri var. Bəlləv şəfə fi cəmi'il ənbiyə la tubqul fihi şəfaə. Hətta bütün peyğəmbərlər şəfaət eləsə bile olan şəfaəti qəbul olmayacaq kafirlər üçün. Uca Allah buyurur ki, فَمَا تَنْفَعْهُمْ شَفَاعَةُ الشَّافِعِينَ Müddəssir suresi 48. ayə. Onlara şəfaət edə bilənlərin şəfaəti fayda verməyəcək.
Yəti İbrahim aleyhisselam, İbrahim aleyhisselam qiyamət gün gələcək. Fəyəşfə'u li əbi, atası üçün şəfaət eləyəcək. Fələ tuqbalı şəfaətü, onun şəfaəti qəbul olmayacaq. Bu kafir üçün bütün peyğəmbərlər belə şəfaət eləsə, Allah subhanahu ta'ala onların şəfaətini qəbul etməyəcək. Ona görə deyir ki, onlara nə bir şəfaət eləyən var, nə bir yaxını var, nə dostu var. Ləqqahullahu cəzəə, Allahla onu cəzalandıraraq görəcək. Və təqallə anhu kullu şeyin yuxludu əbədin finnər, hər şey əlindən alacaq və əbədi orada qalacaq. Və əbədi orada qalacaq. Ona görə Allah buyur ki, وَلَا تَعَامٌ إِلَّا مِنْ غِسْلِينَ, onun irindən başqa bir yemək yoxdur. Onun irindən başqa bir yemək yoxdur. Hədə təamu. Bu onun yiyəcəyidir. Fihi təfsirat, müxtəlif təfsirlər, onlardan da bəziləri deyir ki, ənəhu sadid əhl-nər, o cəhənnəm əhlinin irinidir. Sadidul qih, yəni çox iğnənc bir qoxudadır, çox pis bir yeməkdir. Və təamuhum zəkkum, yəni onların təamı zəkkumdur. O da şeytanların başıdır, başı kimidir. Nəuzu billəh min məsəlil kəfirlə mücrimin. Günahkarların və kafirlərin qayıdış yerindən Allaha sığınırıq. Və sonra şeyx, yəni burada qutarır bu kitab. Şeyx buyur ki, əsəlullaha təbarək və teala ən yuqinə şərr hədəl yevm. Allahdan istəyirik ki, bu günün şərrindən bizləri qorusun. Və ən yec'alənə minəl mü'minənəl muxlisin, bizi ixlaslı möminlərdə eyləsin. Ən yec'alənə minəl nəcin, bizi oddan xilas olanlardan eyləsin. İnna Rabbana semi'ud dua, həqiqətən Rəbbimiz duaları eşidəndir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Möhtərəm müsəlmanlar, bu Allahın izni ilə sonuncu dərsimiz idi. Quran məclislərindən çıxarılan faydalar dərsində. Artıq 4-də yaxındır ki, bu kitabı tədris edirik. Əlhəmdülillah başa vurduq. Bundan sonra inşallah növbəti kitab götürəcək Allah subhanahu ta'ala'nın izni ilə. Allahdan istəyirik ki, yəni əməlimizdə bizi ixlaslı eləsin və Allahın qullarına faydalı eləsin bu dərsləri. Eşidib faydalananlardan, həmçinin ona əməl edənlərdən eləsin. Allah subhanahu ta'ala'dan sözdə və əməldə Allahdan ixlas və müvəffəqiyyət istəyirik. Müvəffəqiyyət Rəbbimizdəndir. Həqiqətən Allah subhanahu ta'ala dualar qəbul edən onlar isə eşidəndir. Subhanakallah və bihamdik, əşhədu ən la ilahe illə ente, estağfiruke və etûbü ileyk. Selamun aleyküm və rahmetullahi və berekatuhu.